Qaynına girir seansa, elə gəlinin yanında, sən düzəlməyəcəksən, səndən heç adam olmayacaq. Gedirlər cindar yanına ki, 100% cin var, ona görə əlaqəyə girə bilmirlər, qara magiyalar var bizim üzerimizdə. Ginekoloqun başlayıb ərimi durmadan danlayıbdır ki, sən necə kişisən, səndə niyə bu proses alınmır, get arvadının üstünə qışqır, üstünə hücum et, biraz qorxud, o sənin həmən münasibətdə olacaq. Həmən cinsel münasibətə keçid alırlar. Keçid aldıqdan sonra ortaya çıxır ki, qız uşağı 14-15 yaşındadır, bakirə deyil və yaxud da ki, bilinməyən bir insandan artıq qadın hamilədir. Cinsi həyatın evlilikdə rolu nə qədərdir? Kənarda bir partnyor seçərək istədiyini ondan edir. Çünki yataqda qadınla kişi bir-birini anlamayanda da görürsünüz ki, gün ərzində sosial problemləri daha çox olur. Evlilikdən sonra kişi öz qadınına qarşı tamamilə sərbəst və səmimi davrana bilmir cinsi münasibətlərdə. Onu bir ucalaşdırır, tanrılaşdırır. O zaman ginekoloqun stoluna qaldırırlar və 10 dənə də başının üstə qadınlar yığılır ki, bu qız həqiqətən bakirədir yoxsa? Və həyatımızı pornoqrafik kino üzrə qurması çox böyük yanlışlıqdır. Bu ondan irəli gəlir ki, kişilərdə özgüvənsizlik yaradır bu pornoqrafiya. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamanı sizin sağlamlığınız fonunda dəyər qatırıq. Bugünkü qonağım psixoloq, seksoloq Ləman Telman qızıdır. Salam Ləman xanım, Salam. xoş gəlmisiniz. Çox sağ olun, Dəvətimi qəbul edib gəldiyiniz üçün minnətdaram sizə. Çox sağ olun dəvət etdiyinizə görə. Düşünürəm ki, bugünkü söhbətimiz cəmiyyət üçün kifayət qədər maarifləndirici, öyrədici və informativ olar. Hal-hazırda Azərbaycanda yanınıza gələn pasientlər daha çox hansı problemlərlə yaxınlaşırlar sizə və pasientlərlə qarşılıqlı dialoq əsnasında sizə artıq müəyyən bir təəssürat formalaşıbdır ki, hal-hazırdakı dövrdə Azərbaycan cəmiyyətində, ən çox da gənclərdə əlbəttə ki, cinsi tərbiyə mövzusunu, yəni cinsi tərbiyəmiz varmı və ümumiyyətlə cinsi tərbiyə uşaqlara, yəni uşaq yaşından daha doğrusu, valideynlər tərəfindən necə aşılanmalıdır və burada hansı bariyerlər qorunmalıdır? Çünki bildiyim qədərilə normal olaraq bizdə hələ də bu xarici ölkələrə nisbətən Azərbaycanda və biraz mühafizəkar cəmiyyətlərə xas olan bir xüsusiyyətdir ki, deyək ki, uşaq masturbasiya eləyir və yaxud da hansısa bir pornoqrafik bir görüntü izləyir və valideyn o dəqiqə onu bir acılayır, onun üzərinə pis bir davranışla gedir və bu uşaqda artıq travma halını alır ki, bu davranış pisdir, bu davranış tərbiyəsiz bir aktdır. Mən masturbasiya eləməyim, mən ümumiyyətlə yəni cinsi mövzular haqqında falan düşünməyim və uşaq istər-istəməz cinsi tərbiyə almadan başlayır cinsi həyata və bir çox problemlərlə qarşı-qarşıya qalır. Sual ümumi olaraq toparlasaq, hal-hazırda Azərbaycan cəmiyyətinin cinsi tərbiyəsi varmı və valideynlər öz uşaqlarına bu cinsi mövzularda maarifləndirməni necə aparmalıdırlar? Çox gözəl sualdır, həqiqətən kompleks yığılması sualı. Mən burada cavab verərdim ki, bu günləri ən çox hansı problemlərdən mənim seansıma yazılıb və gəlirlər. Son zamanlar, son 5-6 ay nəzərə alsaq, qadınlarda cinsi istəksizlik, libidan düşməsi, kişilərdə ereksiyanın tez boşalması və yaxud da gec boşalması priaprizm diaqnozundan irəli gəlir və bu dəqiqə yeniyetmələrdə valideynlər yeniyetmələri seansıma gətirdikdə problemlər nədən irəli gəlir və dediyiniz kimi, məsəl üçün, oğlumun artıq 13 yaşı var, masturbasiya eləyir, mən bunu görürəm ailədə və mən çox pis təsir eləyir, oğlum hamama girir, saatlardan hamamdan çıxmır və yaxud da ki, qız uşağıdır, qız uşağının 15 yaşı var, bu artıq hamamdan çıxmır, saatlardan güzgünün qabağında qalır, mən ana kimi bunu qəbullana bilmirəm deyə bir müraciətlərimiz artıbdır bu günləri. Mən buradan valideynlərə səslənmək istəyirəm ki, yəni sizin dövrünüz artıq gedib. 80-ci, 90-cı illərin valideynlərini nəzərə alıraq ki, əvvəlki dönəmdə masturbasiya haqqında bu qədər məlumat yox idi. Ümumiyyətlə, qız uşaqlarında bakirəlik, belə deyim, tabu olduğuna görə də ümumiyyətlə qız uşağı vaginal hissəyə toxunması və yaxud da masturbasiyanın anlamı ümumiyyətlə yox idi. İlk toy gecəsi ancaq partnyoruna münasibət quruldu yoldaşından və masturbasiya yenə də ailədə yox idi. Bu bir sovet düşüncəsidir. Və bugünkü günü amma artıq insanlar, gənclər və yeniyetmələr internetdə və yaxud da ki, öz rəfiqələrindən, seksoloqun podkastlarına, psixoloqun podkastlarına baxaraq maariflənirlər və maarifləndiyi əsasında deyə bilərəm ki, artıq bütün yeniyetmə yaşında olan uşaqlar masturbasiya nədir və masturbasiya necə olmalıdır, necə etməlidir, onları artıq bilirlər.
Təbii ki, onlar yeniyetmədir. Səhv masturbasiyada çox tez-tez rast gəlinir və oğlan uşağın artıq 12-13 yaşından sonra ereksiya görməsi və artıq masturbasiya meyillik yaratması valideyn arasında, uşaq arasında bu mövzularda danışmaq tabudur və o valideynlə bu haqqda danışmır. Ata ilə ümumiyyətlə danışmırıq. Ana ilə də ancaq ona deyə bilərdi ki, ay ana, mən bunu etdim və yaxud da ana üstünə getdiyi zaman etmişəmsə də, bir də etmərəm deyərək mövzunu çalışır oğlanlar qapatsın. Məsələn, xanımlarda menstruasiya məsələsi. Bəli, qızlara gəldikdə, qızlarda da artıq yaş 11-12 yaşdan yuxarı İlk aybaşı dönəm menstruasiya görməyə başlayır. Qızlar bunu anadan gizlətməyə çalışır. Yəni hamama girdikdə at paltarın dəyişməsində belə o qədər səliqəli iş görürlər ki, anadan bunu gizlədirlər. Sanki bu fəlakətdir, bunu artıq ailədən seçəcəklər və özünü lazımsız hesab etməyə başlayır. Bu bütün ailələrdə təbii ki deyil, amma bir qism var ki, ailələrdə bu var. Hətta elə qızlar var ki, menstruasiya dövrü bilmir ki, bunda niyə qan gəlir. Deyə bilərsiniz ki, müasir dövrdür, bu qədər internet var, inkişaf eləyirik və nəyə görə qız uşaqları bundan məlumatsızdır? Çünki analardan irəli gəlir burada. Analar uşaqlarını tam şəkildə maarifləndirmirlər. Yəni uşaqlarda qızınla ana elə bir şərait yaradır ki, elə ana övlad qismində yaşayırlar. Ananın ancaq bir mövzular var. O mövzular danışa bilərsən, cinsel münasibətlərə, menstruasiya, yəni qadına aid olan suallara heç yaxın getmir ana və qızını bu sahədə maarifləndirmir. Belə halda biz valideynlərə tövsiyə edirik ki, ya sən onunla uşaq yaşına, yeniyetmə yaşlarına otur övladınla dost kimi danışmağa başla və yaxud da ki zaman sonra onu psixoloqa və seksoloqa apararaq cinsi tərbiyə dərslərini keçməsi üçün bir əl at. Çünki sənin qızın böyüyür və qız uşaqları menstruasiya dövründə bədən tüklənməsi var, sinənin böyüməsi var, sinənin artıq süd vəzlərinin böyüməsi var. Elə qızlar var ki, süd vəzləri böyüyəndə şiddətli ağrı olur. O düşünür ki, mən artıq hansısa bir xəstəliyə düçar olmuşam və qorxur, gecə-gündüz yatmır və o gecə-gündüz yatmayıb depressiya keçirdərək yanaşı başqa bir sindromlu xəstəliklərə düçar olur. Bu zaman biz yenə valideynlərə buradan tövsiyə edirik ki, zamanında övladımıza uşaq yaşlarından dostluq eləyib, dostluq münasibəti qurub və yavaş-yavaş məsəlcə yaş 8 yaşdan yuxarı övladla açıq şəkildə bu cinsel tərbiyə dərslərini verməyə başla. Çünki zaman sonra onun gələcək həyatında da artıq bu menstruasiya dövr, sinəsinin böyüməsi, tüklənməsi bundan sonraki dövrdə 16-17 yaşlarında məsələn ilk sevgisi ola bilər məktəbdə, sevə bilər və aldana bilər. Hətta ki, uğursuz bir cinsel münasibəti olaraq oradan qızın uçurumdan üzü aşağı düşə bilər. Ona görə zamanında hətta sənin qızın sevdiyi bir insan olarsa da həyatında, sən onu normal şəkildə dinləyib, təbəssümlə onu eşidib və bir alternativ yol seçməlisən. Amma onun üstünə hücum eləyərək, onu qorxudaraq, onu göstərmək ki, bizim ailədə belə bir şey yoxdur və sən bu günləri bunu bizim ailəmizə, nəslimizə yaşatmırsan, biz artıq orada övladımızı itiririk. O etdiyi səhvləri artıq uşaq qaldırmayıb, hətta intihara qədər gedib çıxa bilər. Bunu anladım. Gözəl, əlbəttə ki, valideynlərin üzərində bu mövzuda kifayət qədər böyük iş düşür. Amma indi nəzərə alsaq ki, uşağın, yəni də yeniyetmə kəslərin vaxtının, zamanının bir çox hissəsi məktəbdə, hazırlıqlarda falan keçir. Bəs məktəblərdə, yəni Azərbaycan cəmiyyətində bildiyim qədərindən məktəblərdə çox cüzi maarifləndirmə işi aparılır cins tərbiyə mövzusunda. Adi, yəni belə deyim, anatomiya dərslərində falan belə, yəni o hissə keçilir. Bunun üzərinə heç belə, yəni gedin evdə oxuyarsınız, lazım deyil bu mövzular kimi müəllim tərəfindən elə bir məlumat, elə bir informasiya ötürülür ki, artıq uşaq özlüyündə düşünür ki, hə bu mövzu tərbiyəsizdir, bu mövzu olmaz. Hətta bu dövrdə gənclərin bir çoxunun yaxalandığı xroniki, yəni uzun dövrlü HIV, HPV, yəni insan papilloma virusu və yaxud da AIDS kimi xəstəliklər, QİÇS kimi xəstəliklər haqqında da demək olar ki, məktəblərdə maarifləndirmə keçirilmir. Bəlkə bəzi özəl məktəblərdə ola bilər. Orada biraz ola bilər ki, məsələn, kontingent fərqlidir, daha belə müasir düşüncəli insanlar daha açıqdırlar belə mövzulara, onlara keçirilir. Amma ümumi olaraq dövlət tədris müəssisələrində ümumiyyətlə mövzulara toxunulmur və qaçılır. Və ona görə mövzular hələ də tabu kimi qalır, heç də sağlam bir davranış mərhələsinə keçid eləmir. Bu doğrultuda hansı işlər görülməlidir? Psixoloq və pedaqoqlar eyni vaxtda paralel şəkildə işlərmi görməlidir? Yoxsa hansı yaşdan, hansı mərhələdə artıq başlanılaraq və hansı mövzular danışılmalıdır? Yəni mən də açıq tərəfdar deyirəm ki, belə dərindən dip mövzular danışılsın. Ən azından səthi bir məlumat vermək olar ki, yəni ən azından yeniyetmə kəsdə də bir təəssürat formalaşsın ki, deyim kimi gələcəkdə bu kimi yəni bədbəxt hallarla qarşılaşmasın.
Bəli. Məktəblərdə tam düz vurğunlayırsınız. Sırf dövlət məktəblərində hələ ki bu cinsəl tədris dərsliklər yoxdur və hal-hazırda əlavə etdikləri psixologiya dərsidir. Psixologiya dərsində də bu cinsəl dərslər də var, amma orada mən bir neçə məktəblərə belə deyim ki, getdiyim zaman mən nələrdən rastlaşıram? Baxıram ki, məsəl üçün sırf psixologiya kitabında cinsi tərbiyə mövzusu haqqında bir dərslik var. O mövzunu psixoloq elə səliqəli formada keçir ki, ya onu verirlər, get evdə oxu və yaxud da ki, onun üzərindən keçirlər və o mövzu jurnalda yazılır ki, o mövzu keçilib, amma uşaqlarla danışanda o mövzu ümumiyyətlə açılmayıb, o paraqrafın üstündən keçilir və heç bir məlumat uşaqlara verilmir. Bunu göstərər ki, ayıbdır, lazımsızdır. Siz bunu evdə oxuyaraq öz-öz maariflənə bilərsiniz və bu qapalı şəkildə də qalır. Bu da ölkəmizdə bədbəxt səbəblərə gətirib çıxardır. Dediyimiz kimi, istər viruslar, istər bu yaxınlarda sosial şəbəkələrdə göstərilən 13 yaşlı qızın hamilə qalması nüansları və s. və ilə. Bunlar hamısı nədən irəli gəlir? Çünki nə evdə, ailədə, nə anası övladından dostdur bu mövzuda danışmır. Nə də məktəbdə, nə psixoloqu və yaxud da ki, sinif rəhbəri, sinifdə olan müəllimlər bu mövzuya danışmır. Təbii ki, çox gözəl olardı ki, bugünkü günü psixologiyanın içində elə cinsəl tərbiyə dərsi də xüsusi olaraq keçirilsin və yaxud da ki, etiket adlı Avropada, məsəl üçün İsraildə, Rusiyada etiket dərsini əlavə ediblər. Artıq 7 ildir ki, bu dərsi əlavə ediblər və orada artıq rahat şəkildə bütün mövzuları qoyublar. İstər gigiyena təmizliyindən tutmuş, istər masturbasiyalar və yaxud da ki, ereksiya yaşı və yaxud da qızlarda aybaşı dönəmi, oğlanlarda ereksiya dönəmi hamısı bu haqda yazılıb və bunu müəllimələri və yaxud da ki, psixoloqları, seksoloqları xüsusi olaraq dərs qoyur. Qızlara ayrı auditoriyada, oğlanlara ayrı auditoriyada dərs keçilir. Nəyə görə ayrı auditoriyada dərs keçilir? Nə qızlar oğlanlardan utanmasın, nə də ki, oğlanlar qızdan utanmasın. Çünki bunlar bir yerdə 1 il dərs keçəcəklər və 11 il bir sinifdə oxuyacaqlar. Bir-birindən utanmamalarına görə ayrı auditoriyada dərs keçilir. Necə idi əvvəllər məktəbdə, məsəl üçün, ingilis dil dərsində 2 qrupa bölünürdü. Bir qrupda bir uşaqlar əyləşirdi, o birisi qrupda olur. Yəni, bunu 2 kateqoriya qrupa bölərək bu cinsel tərbiyə dərslərini vermək lazımdır. Bu il yox, keçən illəri mən 1 il durmadan məktəblərə getdim və durmadan etiket adlı bir konferans kimi dərslər qoydum. Qızları ayrı yığdım auditoriyada. 7-ci və 11-ci sinifə qədər qızları və oğlanlar ayrı auditoriyada keçdiyim zaman gördüm, o qədər bunlara maraq doğruldu. O qədər uşaqlar baxmayaraq şəhər yerində böyüyür, maariflənirlər, sosial şəbəkələri var. Ona baxmayaraq dinlədilər. Hətta verdiyim bir dokladlar oldu ki, bunlar mənə hazırlayıb onu geri dönüş etdilər, suallar verdilər, suallarıma cavablar verdilər. Yəni artıq maariflənərək öz üzərində işləmək istədilər. Yəni artıq onlar özünü bir şəxsiyyət, yeniyetmə və gələcəyin gənc və gələcəkdə ata-ana olacaq hissini belə yaratdılar. Təbii ki, bu günləri qız uşaqları və yaxud da oğlan uşaqları səhv masturbasiya eləyərək və ilk cinsəl münasibətli səhv bir insanla kontakta girərlərsə, bundan böyük faciələr baş verəcək. Qız uşağıdır, bizim ölkədə axı tabudur münasibət qurmaq və qız uşağı gizlin şəkildə münasibət qurur. Burada ancaq oğlanın əlindən tutum, bulvarda gəzim deyə bir münasibət deyil. Həmən cinsəl münasibətə keçid alırlar. Keçid aldıqdan sonra ortaya çıxır ki, qız uşağı 14-15 yaşındadır, bakirə deyil və yaxud da ki, bilinməyən bir insandan artıq qadın hamilədir. Və bildiyimiz kimi ilk abortu belə etmək qız üçün gələcək həyatda çox böyük təhlükə yaradır və yenidən ana olmamaq ehtimalı da yaradır burada. Və dediyimiz kimi başqa viruslara düç olması, sir herpes olsun, və yaxud da ki, bir keçici xəstəliklər olsun, dəri, ekzemalar xəstəlikləri var ki, keçir və bu xəstəliklərə də düçar olurlar. Və bu xəstəliyə düçar olurlar, məsələn, həmən bilmirlər, üstünə düşmürlər. Bu xroniki halda qanda yaşamağa başlayır. Sizin yanınıza elə gələn pasientlərdən də həmçinin, ümumiyyətlə, bildiyim qədərilə, çünki insanlar biraz mövzular məhrəm mövzular sayıldığından dolayı insanlar kiməsə gedib danışmaqda bunu çəkinirlər, utanırlar və artıq gələcəkdə bunun fəsadları tamamilə başqa olur və bu mövzuda Azərbaycanda eşitdiyim o qədər çox mövzu var ki, məsələn, gedirlər cindar yanına ki, 100% cin var, ona görə əlaqəyə girə bilmirlər, qara magiyalar var bizim üzerimizdə və yaxud da gedirlər
hansısa bir məsələn psixoloji problemdir, sadəcə cinsi münasibət alınmır, prosesə heç keçid olmur, gedir hə neyir, oğlan dostlarından falan ətrafında eşidir ki, bəs kişilik gücünü artıran Viagra falan kimi dərmanlar var, gedirlər bunların da aptekdə reseptsiz satılması tamamilə ayrı bir mövzudur əlbəttə ki, işte bu dərmanları alırlar və yaxud da qadınlar sehirli bitki çayları falan, bunu iç, sən etirazı bu çoxaldacaq. Sual vermək istəyirəm ki, sizin qarşılaşdığınız ən çox problemlər hansıdır ki, yəni bu cinsi problemləri həll eləmək əvəzinə hansı yanlış üsullara əl atırlar? Cəfər bəy, çox gözəl vurğuladınız o sehir məsələsini. Çox tez-tez rastlaşıram bu mövzulardan. Əsas da mən həftə sonları rayonlarda konsultasiyada oluram. Quba, Qusar, Naxçıvan və sair Azərbaycanın bölgələrinə gedirəm və həftə sonları nələrlə qarşılaşdığım bir böyük mövzulardır həqiqətən. Ən çox da şəhər içində bu biraz az müşahidə olunur, rayonlarda daha çox müşahidə olunur. Deyək ki, qadında qızda vaginizm var və toy gecəsi bakirəlik açılmayıb və həmənki vaxtı və yaxud da ki, kişidə deyək ki, disfunksiya var, erektil disfunksiyası var və ereksiya sərtləşməsində belə zəifləyəcək. Burada təbii ki, toy gecəsi stressdən də irəli gələn nüanslar var, amma artıq bunun 1 aydan 3 ay, 6 ay kimi uzandığı prosesdə biz orada vurğunluyuruq ki, siz niyə zamanında həkimə gedib müraciət etmədiniz? Mənə konkret olaraq bir dənə cavab verirlər. Mənim anam deyir ki, dedi ki, sizi bağlayıblar, sizi istəməyən insanlar var. Sizi molla yanına gedib bunu bağlatdırıblar ki, sizin cinsel münasibətiniz olmasın. Mən inanırsınız bunu ilk eşitdiyim dövrdə bizə çox qəribə bir hal keçirtdim ki, yəni bu qədər elmi insanlar var ki, həkimliyi oxuyuruq, psixologiyanı bitirmişik, cəmaatı bu tərəfdə maarifləndiririk. Bu günləri sizə təşəkkür etsi kimi gözəl podkast verilişlər açıb dəvət olunur həkimlər. Bu qədər insanları maarifləndirməyə çalışırıq və yenə də bu beyinlərin bir küncündə var ki, kimsə bizi istəməyərək bizə cadu edirlər. Cin qoymur bizi cadu edirlər, bizə bağlılar ki, imini cinsel münasibətimiz alınmasın. Və mən burada şoka düşürəm. Orada da izah olunur ki, oğlan görürsünüz ki, məsələn, özlərində işləməyən bir insandır, çox tənbəldir, bütün günü məsəl üçün energetik içkilərdən istifadə eləyir. Və yaxud da ki, qızlar da görürsünüz ki, ailədə çox qapalı mühitdə böyüyüb və yaxud da ki, daim ana onu qorxudurdu ki, sinif yoldaşınla belə salamlaşma, sən o kişidir, sən qadınsan, sən özünü qorumalısan, sən ağ salfetkasan, ona ləkə düşər, o ləkəni heç vaxt qaldıra bilməzsən. Yəni, sinif yoldaşlarından belə ana çalışır qızını qorxutsun, onu uzaqda saxlasın və qız uşaqlandı, qorxu yaranaraq çanaq tərəfdən, yəni bu sinirlə əlaqə olaraq vagina hissədə, çanaq hissədə əzəllərin sıxlaşmasına irəli gəlir. Və əzələ sıxlaşdığı zaman xanım artıq nigaha girib və artıq bu kəbinli nigahda yoldaşıdır, həyat yoldaşına belə cinsel münasibətə addım ata bilmir və girə bilmir. Bu nədən irəli gəlir? Çünki qız uşağı artıq, baxmayaraq bu onun halalıdır, yoldaşıdır. Bundan belə qorxub ayağını belə aralaya bilmir. Çünki çanaqdan belə bütün əzələr sıxlaşır. Bəli. Bunu biz nə qədər izah etsək də, analar bir sözü var ki, nə danışırsınız Ayləma xanım? Belə bir şey ola bilər. Özünü sadəcə qorxudur. Və yaxud da bu günləri elə bir pasiyentim gəlib danışanda ki, deyir, mənim yoldaşımı çağırdılar, rayon yerində olublu hadisə və deyir, ginekoloqun başlayıb ərimi durmadan danlayıbdır ki, sən necə kişisən, səndə niyə bu proses alınmır, get arvadının üstünə qışqır, üstünə hücum et, biraz qorxud, o sənin həmən münasibətdə olacaq. Mən bunu eşitdiyim dönəmdə ümumiyyətlə əlim ayağım bir söz var, soyudu və şoka düşdüm ki, siz necə bu cürünə həkim olaraq sən bu cürünə rəy bildirirsən və fikir səsləndirirsən. Bu bir təhlükədir qız üçün. Bunda zaten vaginizm var. Biz orada mərhələləri var ki, daha ağır mərhələdədirsə, bunu sən biraz da qorxudaraq, biraz da paniki hala, daha da xroniki hala keçirdərək bunu ümumiyyətlə bu vəziyyətdən çıxartmaq qeyri-mümkün olacaq. Və elə ailələr də var ki, qızı, məsəl üçün, ailə qurub 3-4 ildir ki, bakirədir və yoldaşında potensiyada problem var, ereksiya problemi var və ana deyir ki, mənim qapıma gəlməyəcəksən, get o problemi həll eləməyə çalışın və yaxud da ki, bütün günü mollalarda qalaraq, dualar yazdıraraq, üstündə salana dualar gəzdirirlər ki, bu problemi aradan qaldıracaqlar və heç bir nəticədə əldə etmirlər. Həmi qızını bədbəxt eləyir, həmi kürəkən bədbəxt olur və yaxud da ki, zamanında analar yenə də yeni yetmə dövrünə, oğlundakı hansısa bir problemi gördüyü zaman və yaxud da ki, dost münasibəti quraraq, onun o probleminin üstünə düşərək androloqa, ginekoloqa müraciət edərək bu problemi aradan qaldırmaq zamanında olardı.
Qız uşaqlarını bu günləri mənə vurğunurlar. Qız uşaqları gəldikdə deyir, mən anaya deyirəm ki, bir qızı aparıb ginekoloqa göstərmirsənmi, yaxma analizi götürüblərmi? Analar mənim üstümə az qala belə qışqıra deyirlər ki, mənim qızım bakirədir. Yaxma testi nədir? Ləman xanım, nə danışırsınız? O qız uşağıdır. Onu heç kim toxuna bilməz. Nasıl baxıram ki, yəni necə də düşüncəsiz bir fikir səsləndirirlər. Axı o bakirə də olsa biz orada bakirəliyi açmaqdan heç mövzu keçmir. Və ya da sənin qızın, mən demirəm ki, üzrsən pis yolun yolçusudur, əxlaqsızlıqla məşğuldur və ona görə yaxma analiz vermir. Amma qadınlarda da bir maye göbələyi ola bilər. At paltarının düzgün ütülənməməsi və ya da askadan götürüb həmən geyinməsi. Gigiyena qaydaları falan. Gigiyena falan, bəli. Sudan keçən bir mikrob mu olar? Yəni bu gigiyenik olaraq biz ona yaxma analizi verib və bilmək istəyirik ki, qız uşağındakı problemlər nədir? Analar onu etmirlər. Və yaxud da ki, artıq qız uşağı köçüb, ailə qurub və vaginizmlə üzləşib, o zaman ginekologun stoluna qaldırırlar və 10 dənə də başının üstə qadınlar yığılır ki, bu qız həqiqətən bakirədir yoxsa yox. Baxın, qadın vaginizmlə əziyyət çəkir. Qapalı mühitdə böyüyüb. Görün, travmaların sayına baxın. Və bu qız heç vaxt ginekoloji otağa girməyib, stola qalxmayan qızı toy günü sabahsı stola qaldırıb, yoldaşını başda olmaqla qaynanası, anası, bacısı və ya da başqa bir gəllər yığaraq ginekoloq göstərir ki, baxın, bu qız həqiqətən bakirədir. Başına yığırlar belə. Başına yığırlar. Lenin, Bəli. məhəllə filmində Bəli. Lenin kimi öyle hamı yığılır Ay ətrafına. sağ ol. Hamıya göstərilir. Bu qızın öz güvənindən bundan sonra mövzu gedə bilərmi? Və yaxud da ki, artıq bir psixoloqa, seksoloqa müraciət etdiyi zaman biz orada nə işləyək? Vaginizmi işləyək? Uşaqlıqdan yalanan travmanı işləyək? Yoxsa bu şou proqramı işləyək? Biz artıq o qadında öz güvəni sıfıra bərabərdir. O qadın artıq özünü lazımsız hesab etməyə başlayır. Dəyərsiz. Sadəcə mən kişini təmin etməliyəm deyə bir düşüncə yaradır. Biz burada necə qadını toparlaya bilərik? Və yaxud da ki, 2 seans, 3 seans məsələn öz güvəni işləyirik. Qaynana girir seansa, elə gəlinin yanında, sən düzəlməyəcəksən, səndən heç adam olmayacaq, sən necə bir qız böyümüsən, mən bilmirəm deyib çıxır. Axı o zaman sən seansa bunu niyə gətirmirsən? Və bu cür fikirlər müxtəlif formada seanslarımda olur belə nüanslar və qadınlar daha da özgüvənsizlikdən bu vaginizm problemini də qaldıra bilmirlər. Hal-hazırda danışdığımız bu mövzunun ardı olaraq belə bir sual vermək istəyirəm ki, çünki dediyiniz kimi artıq evlilik mərhələsində ilk toy gecəsində falan münasibət baş vermir və bunun səbəblərini gedib başqa yerlərdə, yanlış yerlərdə axtarırlar. Və ümumiyyətlə siz necə düşünürsünüz ki, cinsi həyat, cinsi münasibət evliliyin ümumi hansı faizini təşkil edir? Əlbəttə ki, bu rəqəm formal olaraq qalacaq. Sadəcə sizdən izah istəyəcəm. Bir də evlilikdən sonra kişi öz qadınına qarşı tamamilə sərbəst və səmimi davrana bilmir cinsi münasibətlərdə. Onu bir ucalaşdırır, tanrılaşdırır və ona müəyyən bir çərçivələr, sərhədlər daxilində toxuna bilir və bu da cinsi həyatın tam olaraq uğurlu olmamasını gətirib çıxardır. Çünki insanlar bu əslində iki evlənən insan dərk eləməlidir, başa düşməlidir ki, bunların verdiyi qərar çox qəti və dərin bir qərardır və bunlar ömür boyu hər səhər oyandıqda bir-birini görəcəklər və hər axşam yatanda bir-birini görəcəklər və yəni onların arasında danışılmayan əslində heç bir mövzu qalmamalıdır. Hər iki tərəf öz istəklərini bildirməlidir. Hər iki tərəf bu insanları məncə heç də tərbiyəsizləşdirmir. Bu sadəcə onların əksinə yaxşıdır ki, insanlar öz sərhədlərini və çərçivələrini müəyyən edirlər. Ümumi olaraq sualı toparlasaq, cinsi həyatın evlilikdə rolu nə qədərdir? Gözəl sualdır bu da. Cinsi həyat gənclər arasında vacibdir və mütləqdir. Əvvəlki dönəmə baxanda, yəni Sovet dövrünü götürsək, əvvəllər əgər ailələrdə partnyorlar arasında cinsel istəksizlik və yaxud da ki, münasibətlərdə bir problem var idisə cinsel münasibətlərdə, onu hardasa alternativ taparaq yaşayırdılar, qəbullanırdılar ki, yəni yoldaşımda məsəl üçün ereksiya problemi var və yaxud da ki, qadında istəksizlik var və ya da orqazm pozuntusu var, qəbullanırdılar. Sevgi, dəyər, qayğılar, övladımız var, birgə yaşayaraq davam edirdilər. Amma bugünkü günü müasir gənclər biraz həyatını başqa cür istiqamətdə qormağa başlayıb və cinsel həyatı daha önə çəkib. Təbii ki, sevgi, münasibət, qayğı bunlar vacibdir, amma bununla da yanaşı paralel olaraq vacib olan cinsel münasibətimizdir. Cinsi münasibət ailədə həqiqətən
həqiqətən də bir-birini tamamlanması, bir-birinə daha da mehribanlaşması və bir-birini sanki yataqda belə anlamasından irəli gəlir. Çünki yataqda qadınla kişi bir-birini anlamayanda da görürsünüz ki, gün ərzində sosial problemləri daha çox olur. Yəni bu fakt bugünkü seanslarda göz qabağındadır və yaxud da ki, sosial problemlərdən irəli gələndə cinsəl problemində onlar natamam qalırlar. %100 prosesi istədikləri kimi axıra kimi çatdıra bilmirlər. Bu fahişəlik sindromu dedikdə çox gözəl onu vurğuladınız. Kişilər öz partnyorlarından, yoldaşlarından istədiyini natamam alırlar, ala bilmirlər. Mənim yoldaşım təmizdir, müqəddəsdir. Artıq orada qadın orqazm olub olmamasını belə yoldaşına çox vaxt sual vermiş. Ki sən orqazm oldunmu? Sanki bunlar hamısı beyində tabudur. Amma kənarda bir partnyor seçərək istədiyini ondan edir. Bu düzdürmü? Xeyr, bu düz deyil, bu səhvdir. Sən bu yoldaşınla ailə qurub bir ömür vurğuladığınız kimi səhər bir yerdə oyanıb, gecə də bərabər yatacaqsınız və bir ömrünüzü sonuna kimi davam edəcək insana niyə utanıb, niyə çəkinəsən? Niyə ondan rahat şəkildə bu mövzuları açıq şəkildə danışmayasan? Bir də bu mövzuda son sual olaraq cinsi həyatda psixologiya nə qədər önəmlidir? Çünki bildiyimiz kimi müasir dövrdə artıq sosial medianın müstəsna rolu, həmçinin pornoqrafiyanın artıq, yəni porno sənayesinin kifayət qədər genişlənməsi istər-istəməzdən artıq gənclərdə, ümumiyyətlə insanlarda müəyyən qayğılar formalaşdırırlar. İstər performans təzyiqi olur insanlarda bir-birinə qarşı, istər bədən quruluşlarında müəyyən özünü yetərsiz görərək artıq bu gətirir çıxar əlbəttə ki, özgüvənsizliyə və psixoloji olaraq artıq biz zədələnirlər. Artıq cinsi münasibətə girməmişdən öncə belə müəyyən qayğılar olur ki, ayda məndə birdən alınmaz və yaxud da tez məsələn boşalma baş verər və yaxud da heç boşala bilmərəm kimisindən problemlər ortaya çıxır və necə bir açıqlama gətirmək olar ki, seksdə, yəni cinsi münasibətdə psixologiyanın önəmi nə qədərdir? Mən belə deyərdim Cəhal bəy, nəinki seksdə, ümumiyyətcə insan həyatında psixologiya çox önəmlidir. Yəni bizim psixologiya dedikdə həm ruh aləmimiz, həm psixoloji faktorlarımız çox vacibdir. Yəni həyatımızın 80%-i 20%-nə çıxmaq şərtilə 80%-lə psixologiyadan irəli gəlir. Adi bir sual verdikdə və yaxud da ki, sosial problemlərdə, cinsəl münasibətdə, ümumiyyətlə həyatımızın hər bir şeydə psixologiya vacibdir. Sualların cavabı verdikdə belə psixologiya burada böyük bir rol oynayır. Cinsel həyata gəldikdə, burada çox gözəl vurğuladınız. Kişilərimizdə həyəcan başlayır. Bu öz psixologiyanın bir qoludur. Həyəcan başlayır ki, partnyorumu razı salım, ona zövq verim, zövq verdikdən sonra onu orqazma çatdırım və sonra mən orqazm olaram deyə bir fikir yaradır. O zaman kişilər ümumiyyətlə ereksiya olmur, ereksiyası itir, nəinki orqazm olmamağı və yaxud da ki, kişilər başlayır cinsel münasibətə keçid alır. Keçid aldıqdan sonra boşalma ilə orqazm kişilərdə fərq olur. Orqazm yaşayır və boşalma, yəni boşalma deməkdir ki, spermin çıxması, evakasiya olması və sperm çıxmır və kişi boşala bilmir. Sanki natamam yarımçıq qalma məsələsi olur. Və yaxud da ki, burada keçirim qadın psixologiyasına. Qadınlarda bilirsiniz ki, orqazm mövzusu çox dərin bir mövzudur. Çünki bu günləri demək olar ki, ölkəmizdə ortalamayı götürəcəm, 60-65% qadın anorqazmiyadan əziyyət çəkir, orqazm pozuntusundan əziyyət çəkir. Hətta çox qadınlar özü artıq frigid hesab edir ki, mən frigidəm, heç bir hisslərim yoxdur. Bu nüansda olur. Və həmənki vaxtı partnyordan, yəni yoldaşına münasibət quranda qadın psixologiyası burada irəli gəlir ki, yoldaşım zövq alsın, yəni kişi zövq alsın. Mən bilmirəm necə orqazm olacağam. Görürsən vaginal olacağam, yoxsa klitorial olacağam. Mən görürsən klitoruma toxunaraq orqazm olum, yoxsa vaginalı gözləyim. Bu fikirlərdən beynində danışa-danışa artıq seksə odaqlanmırlar, cinsel münasibətə odaqlanma olmur və həmənki zaman münasibətlər görürsünüz ki, kişidə qarşı tərəfdə bunu hiss edir. Qadında bu hissiyatı ona ötürür və natamam onlarda cinsel münasibət yaranır, natamam ilişki yaranır həmənki vaxtı. Və seks həyatında psixologiya çox vacib faktordur. Qadın da tam rahat olmalıdır. O miflərdən biri də odur ki, qadın orqazm olanda imitasiya eləyir ki, sanki mən orqazm oldum və düşünür ki, kişi bunu hiss etmir. Amma bu sadəcə mifdir dediyimiz kimi. Qadın orqazm olmayanda imitasiya etdiyi zaman partnyoru, yoldaşı bunu həmən görür, həmən hiss edir. Zaman sonra da ailədə soyuqluqlarına bu üzə verir. Çünki bizdə axı səmimiyyət yoxdur. Kişi ilə qadın arasında rahat şəkildə desin ki, ay
mənim yoldaşım, mənim sevdiyim insan, mən səndən orqazm ola bilmədim. Mənə dəstək ol. Gəl bunu keçə yaradan. Və bayaqları ilə sizə arada dedim ki, pasiyentlərim gələndə mən seansı 1 saatında tamamlaya bilmirəm. Saat yarım 2 saata kimi seans uzanır. Nəyə görə? Çünki mən detallı olaraq orqazm nədir, orqazma necə nail olmaq lazımdır, xırda, yəni cinsəl tərbiyə dərsindən başlayaraq, ondan sonra partnyorlar arasındakı münasibəti keçirərəm və ondan sonraki etaplarda artıq partnyorları seansımda cüt terapiya ilə bərabər oturaraq bunları bir-birinə danışmağı öyrətməyə çalışıram ki, aralarındakı buzları əridə bilək. Bəli. Çünki yenə dediyimiz kimi gün ərzində sosial problemlər bizim gənclər yatağa qədər aparıb çıxardır. Yataqda da natamam qoyurlar münasibətlərini və istədiyini ala bilmirlər. Belə deyək, insan acdır, desert yeyir ki, tox olacam. Desert də 10 dəqiqə insanı salır, sonra insan yenidən acılıq hissi gəlir. Eyni də cinsəldədir. Natamamlıq o deməkdir ki, müəyyən vaxtdan sonra kişi də, qadın da ac olur və o aclıqdan da onlarda yüksək səviyyədə aqressiya gəlir, xroniki depressiya yaranır, anlaşılmazlıqlar başlayır, övladlarına belə bunu yansıda bilirlər. Birincisi mən onu açıqlayım ki, pornoqrafiya dedikdə insanlar həmən gözünün qabağına gətirməlidirlər. Bunlar aktyordur və bu bir kinodur, bir film kimi çəkilir. Çünki pornoqrafiya canlı həyatdan çəkilmir və canlı olan bir nüans deyil. Və gördüyünüz kimi, məsəl üçün, Libobir saytlara girdiyiniz zaman, pornoqrafiya yazdığımız zaman görürsünüz ki, bütün videolar ən minimal kadr 45 dəqiqədən başlayır. Amma 45 dəqiqə burada sevişmə prosesi deyil. Sırf seksin öz prosesini göstərir ki, 45 dəqiqə davam olur. Və cavabı mənim yanımda pasiyentlərim belə bir söz deyir ki, partnyorumuzla bərabər biz pornoqrafik filmə baxmırıq. Əsasən kişilər bunu vurğulayır. Biz utanırıq və yaxud da daha öncə, 2-3 gün öncə hansısa bir pornoqrafik filmləri özüm seçirəm. Ona uyğun da onu qoşuram və biz partnyorumuzla buna baxaraq sevişmə və seks münasibətimizə davam edirik. Bu ondan irəli gəlir ki, kişilərdə özgüvənsizlik yaradır bu pornoqrafiya. Təbii ki də özgüvənsizlik yaradacaq. Bir pornoqrafik kinoda göstərir ki, 45 dəqiqə bunlar durmadan seksdən məşğuldur. Amma normalda proses başlaması, sevişmənin çıxırı, proses başlaması və bitməsi maksimum deyək ki, 10 dəqiqə bunlarda çəkdi. Və bunlar prosesi bitirir, cinsəl münasibəti bitdikdən sonra görürlər ki, pornoqrafiya ilə davam edir, orada hansısa bir performanslar göstərirlər, hansısa bir yeni bir ideyaları var və kişi də qadın da sanki elə bir yarımçıq qalmış kimi hiss edir və beynində natamamlıq yaranır ki, orada nəyəcək bunların münasibətləri davam edir, amma bizim münasibət 10 dəqiqəsində bitdi. Bəlkə də bizim münasibət normal deyil. Xeyr, sizin münasibət normaldır. Sadəcə olaraq onlar xüsusi olaraq aktyor və aktrisa olduğuna görə xüsusi dərmanlardan, iynələrdən istifadə edirlər və onların pornoqrafiyada çəkildiyi zaman kişilərdə ereksiyanın daha uzun müddətli olması, qadınların 4-5 dəfə orqazm olmasından göstərərək və onun qarşısında təzminat və pul ödənilir. Və onlar sadəcə bu işin aktyor və aktrisasıdır. Və həyatımızı pornoqrafik kino üzrə qurması çox böyük yanlışlıqdır. Pornoqrafiyaya baxa bilərsinizmi? Bəli, baxa bilərlər. Bütün gün ondan asılı qalaraq yox və təbii ki, qadınlar da, bəylərimiz də bir aktyor, aktrisa seçərək onlara baxmağı çox yaxşı təsir göstərər beyinlərdə. Çünki burada psixologiyada da var ki, müxtəlif bir partnyorlara baxaraq, müxtəlif formada bir cinsəl münasibətə baxdıqca insanın beynində müxtəlif formalar yaranmağa başlayır. Ona görə pornoqrafik filmlərə baxaraq öz həyatımızı qurmağımız yanlışdır. Onlar sadəcə aktyor və aktrisadırlar. Çox gözəl söhbət alındı Nəman xanım. Dəvətimi qəbul edərək iştirak etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm insanlar da, izləyənlər, cəmiyyətimiz bu verilişdən öz ölçülərini götürərlər və maariflənərlər. Mən də sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün və xalqımızı maarifləndirmək bizim borcumuzdur. Ümid edirəm ki, xalqımız maariflənəcək və ətraflı bir suallar olacaqsa rahat şəkildə verə biləcəklər, utanmayacaqlar. Çünki mən daha çox pasiyentlərdə bunu görürəm ki, utanç hissi çox olur, problemləri var. Bu problemləri daxildə bastırıb kölgədə qoymağa çalışır və müraciət etmirlər. Bu podkastları çəkərək siz insanları maarifləndirmeniz o qədər gözəldir və gözəl bir savab qazanırsınız ki, ailələrin təməlini bərk qurursunuz və ailələrin dağılmamasına imkan yaradırsınız. Sizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Bugünkü qonağımız psixoloq, seksoloq Ləman Telman qızı idi. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində qeyd etməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatı. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.